Bəli, bu da bir acı həqiqətdir ki, namaz bir şeyə, bizə, yəni bəşərə, insanlara, ona sayğı göstərənə, onu qılana heç bir yardımda bulunmadı, heç mükafatı da olmadı. Təbii ki, o qolu qırılan insanla mən sizə söhbət açdım və də o insan da mənə yeri gələndə deyirdi ki, bırax bunları, get Allahın yolunu tutmuşsan, get namazını qıl. Təbii o namaz əhli deyildi, amma namaz nə verirdi ki, əgər sən bu qəlbi sevindirsəydin, təbii ki, gedib orada qolunu itirməzdin. Təbii ki, itirmədin, qırıldı ya, sadəcə yanına düşdü. Yəni o əli uzadıb qəlbi sevindirim, bu hikməti sən özün dərk etmədin ki, mən burada ac yalavac insanları görürəm, gözüm bunu görür, amma falçı deyir ki, onlara hörmət etmə, falçını dinləyir. Falçının sözünü dinləyir ki, hörmət etmə. Falçı bir o qatıq tapsa gedib başına yaxar. Bu bir. İkincisi, sənin imanın var axı. Mən demirəm ki, sən imansızsan. Mən demirəm ki, sən əl tutmazsan. Axı, bu sənin qanında var. Bu da sənin sınağındır ki, bu da sənin sınaqda, imtihandan kəsilməyindir ki, yəni 2 alır insan imtihandan. Bu da ilahi sınaqdır ki, sən imtihandan kəsildin, yəni acı görüb yedirtmədin, amma həmişə sən yedizdirənsən axı və də getdin, Allah da vurdu həmin o. Bu acı doydurmaq üçün nəsə, sən sədəqə çıxmalıydın, sən onu çıxmadın. Allah da getdi sənin qolunu dibindən vurdu, qırdı ki, bax, get, indi sən falçını dinlə. Bax, bunun hikməti budur. Namazın hikməti budur. Əgər sənin əməlin doğru deyilsə, əgər sənin yaxşı işin yoxdursa, əgər sənin doğru sözün yoxdursa, o səni yarı yolda qoyub aradan çıxacaq. O, nə deyir, bir yerdəki idrak, iş görə ağlın nə vardır? Ağıl burada aradan çıxmalıdır. İndi ora biz gələndə o sözü deyəcək. Yəni, idrakin olduğu yerdə ağıl heç bir iş görmür. Aradan çıxır. Yəni, bu sizin ağıllı, sizin düşüncə, ağıl başqa şeydir. O hikmətdir, onu siz dərk etməzsiniz. Bu, görürsünüzmü? Burada deyir ki, açmaram mən bu sirri qeyrisinə. Yəni, bu ağıl haqda, can haqda heç kimə bu açılmayıb. Mən sizi qınamıram, amma bu hikməti də mən anlatmalıyam ki, o deyirsən mən ağıllıyam, sən yalancısan. Çünki sənin heç o ağılın hikmətindən xəbərin yoxdur. 100 dombal o namazı qıl. Onun da heç bir faydası yoxdur. Onun da bax belə cəzaları var. Mən burada namaz əhlindən bir nəfər də dilimə gətirəcəyəm. Onun adı da yadımda deyil. Yəni kim olduğunu da tanımıram. Sadəcə biz ilk bu nədir bu kompütera, internet aləminə gələndə təbii ki, mən öz adımla girmişdim. Bu sonra Nurema Qəlbi Nur oldu. Nurema Qəlbi Nur var idi, amma burada ad Elmira Babayeva idi, girmişdim və mən rəsmimi qoyanda burada insanlar vardı ki, gözü kəlləsinə çıxdı, rəsmini niyə qoymursan bura? Dedim ki, burada nə var ki? İndi görün hansı əsrdir. Güya ki, mənim rəsmimi yoldan gedəndə elə biri telefonla çəkib nəsə edə bilməz. Yəni, Allah qoruduğundan kimin nə işi var? O çör-çöplə də mənim qorxacağım yoxdur. Yəni, mən buyam. Mən belə də qələmə olmalıyam. Təbii ki, bu insanlar yavaş-yavaş əhəlləşir. Görürəm ki, artıq çox insanlar şəklini gizlədirdi. Sonra qoyanlar da var, qoymayanlar da var. Quru müqabba kimi heç bir şeysiz də qoyurlar. Təbii ki, mən indi onun səhifəsinə baxıram, görürəm hansısa dostluğumda kiminləsə dostdursa, fikirləri biraz sağlamdırsa, onu dostluğa götürürəm. Kimin fikri boşdursa, qabında heç tat yoxdursa, onu ləğv edirəm, dostluğa götürmürəm. Çünki onun qabında olmayan yerə mən heç bir şey töküb bir şey anlata bilmərəm. Qabında olanlara aldatmaq olmur. Olmayanları mən necə anlata bilərəm? Din adamlarla mən çox yaxın getmirəm, gəlib ilişirlər, özləri də sözlərini deyib çıxıb gedirlər, mən onlardan çox uzağam. Çünki onlarda bilirəm ki, Rəbb bilir ki, din alimlərinin düşüncələri boşdur. Bunu mən dönə-dönə İncil kitabından oxumuşam.
O ki qaldı namaza, əgər sənin namazında doğruluq yoxdursa, doğru söz yoxdursa, ey millət, özünü boşu yerinə yorma. Orada sənə mükafat yoxdur. Sənin mükafatın yalnız əməlində, topladığın savab işlərdə və söylədiyin dolğun, doğru sözlərdə olacaqdır. Bundan sonra bax bu sözləri dənliyinə yığ və sən də dən tök qoy dənləsinlər. O deyir, bir arpa yiysən biçin zamanı dənlə dolduraram bütün xırmanı. Bax buradan bir dənə dəni götürün, gedin xırmanı doldurun. Yəni təbliğ edin. Bax budur hikmət. Namazda hikmət yoxdur. Namazda hikmət olsaydı Heydər Əliyev kimi güclü insan gedib indi düzdür o gündə namaz qılmırdı. Bir dəfə qırıbsa deməli elə qırıb o da qılıb onu qırmazdı. Onu canın duysaydı, canın sehrini bilsəydi, görürsünüz Hafiz də onu qeyrisinə açmır. O cürə güclü, bilgili insan canın sehrini bilməyibsə mən özümü nə yoruram bu boyda millət onu. Sadəcə yavaş-yavaş gedin, öyrənə. Sakit-sakit, dinləyə-dinləyə gedin. Harada qırılacaq. Ya düzünə, ya əyrisinə. O qədər əyri yola siz çəkənlər var. Əgər əyri bilirsinizsə, biri də mən olum. İstəyirsiniz dinləyin, istəyirsiniz dinləməyin. Amma dinləsəz, axırda xeyrini, bəhrəsini dərərsiniz. Bunu sadəcə deyə bilərəm. O qədər. Keçək şeir dilinə. Yox, biz bir oğlandan da danışmaq istədik. O məşədi idi, namaz nə idi? Məsciddə nəsə toplantıların, yəni o dini qurumlarına nəsə, o da bir üzv idi və burada mənim bir yanımda bir gəlin var idi, öz adından girməmişdi, bunu çox mırta tutdu, biz buna çox güldük, çox dedik, çox belə, hələ mənimlə də biraz danışdı, mən də onunla biraz danışdım, sonra üzr də istədi, sonra nə bilim, bilməm, qaranlıq bir, belə bir zarafat eləmişdik, çox bu biraz çəkdi və mən çəkildim, bilmirəm onların axırı nə oldu, belə zarafatlar da var, çünki Allahdan gəlir, zarafatsız da iş olmur. Sadəcə bunun içərisində mən bir hikməti duydum ki, bu cavan oğlan idi və eləcə bişirirdi ki, bu öz adıyla girməyən mənim bir qonşum var idi, o cavan gəlin idi, təbii ki, o həmin namazşik istəyirdi ki, onu ələ keçirsin və kəbin kəstirsin, o ilan qurbağa fikirlərlə və buna sahib olsun. Bax, bu namaz qılan kişilərin kafalarındaki niyət yalnız budur. Hər şeyi öz xeyirlərinə həll etsinlər. Gözəl qadın, gözəl insan, gözəl nə bilim, istər ailə olsun, istər dul olsun, istər eləcə istəyirlər ki, onu kəbinlə ələ keçirərlər. Bax, bu da bunların iç siması, bu boyda danışmağımın məqsədi budur ki, mən demirəm indi bunların milyon faizi, amma 9999% budur. Onlar bu ilan qurbağa yazıb, kimisi onunla, kimisi ilə onsuz, eləcə qadın keçirməli. Bu həyat budur. Bu yazı belə yazılıb, buna pozu yoxdur. Və bundan heç kim də özünü suya çəkib kənara dura bilməz. Bu budur. İçinizə, qəlbinizə varın və can ilə dinləyin bu sözlərdə mənanı. Bax, Hafiz bunu deyir. Belə, biz keçdik şeir dilinə. Düşmən də məntiq istər Hafiz kimi şeirdə. Bəlkə də bu düşmən elində, Rusların içində görürsünüz, o Zirəddin bir dənə deyir, mən dızıltı eşitdim, görün Ruslar götürüb bu sizin, bizim bu xalqımızın oğlunu hara çıxardıblar, qapıları döyülür. Bir dənə görüntü var, ona baxmamış gedə bilmərik təbii ki. Mütləq baxmalıyıq, çünki orada da bir acı həqiqətimiz var, bizim iç simamız var. İç simamız biz bugün kimik və nəyik? O Peyğəmbərin kəlamını, nə idi oğlan adı? Zirəddin Rzayev. Zirəddin Rzayevdir mi? Rzayev gəlir, nə gəlir oradan? Hal-hazırda necə bəs elə bir vəziyyət olub ki, kritik bir
şou biznes nümayəndələrində, yəni məşhurlarında, indi normaldır, adi insanlarda da belə. Yəni kritik bir vəziyyətdə və yaxud da Buyurun, bu bizim bugün efirimizdir. Kadınlarımız ortasını açıp çöle koyuptur ve bu hakta peygamber buyuruptur. Elə bir zaman gelecek ki azgınlık, pozgunluk dünyanı bürüyecek. Anamın bir qəşəng sözü var idi. Abala elə faşı o demek değil ki gidip özünü canını ya satır ya bedava paylayır. Onun min dənə qolu var, oturuş var, fahişəsi var, söz dil fahişəsi var, göz fahişəsi var, hərəkət fahişəsi var, əməl fahişəsi var. Mən anamın dilindən bunu eşitmişəm. Yəni bu oturuş, mən artıq buna fahişə deyə bilmərəm. Sadəcə mən deyirəm ki, bax bu da oturmaq zinasıdır. Buyurun, baxın. Bu bizim xalqa, bu bizim şəriətə, bu bizim millətə layık mı bir oturuştur? Budur efir. Buradan bunu deyir, oradan təlimlə danışır. Belə xanımlar efirdən götürülməlidir. Çünki buna baxıb bizim yeniyetmə qızlarımız həddini aşır. Belə insanlar efirdən kənar edilməlidir. Budur. Din elmlə barışmalıdır. Çünkü burada həya bəndləri artık pozulup, mən demirəm ki bu insan pozgun bir yolcusudur. Sadəcə deyirəm ki bu insanın oturuşu artık zinadır. Və kişilərdə şəhvət oyada bilir. O qədər. Bax bunu Peygamber deyir. Mən də Peygamberin sözünü nətər deməyim, nətər onu gətirim, elmə birləşdirməyim. Qaldı ki Zirəddinə, o bir dəfə indi ora qayıtmayacağım daha. Elə bunu bütün efirdən Dilarənin verilişində idi, səhv etmirəmsə. O deyirdi ki, mən səs eşidirəm, o səs onun qəlbindədir, o deyir onu göylərdən eşidirəm, Məhəmməd kimi o da göylərlə əlləşir. Əlləşsə də o səs eşidir, mən də çox elə səslər eşitmişəm. Amma o qəlbin səsidir, o göylərdən gəlmir. Bunu izah edirəm, sonra o ki qaldı ve görürsünüzmü deyir ki düşmən də məntiq axtar Hafiz kimi şehirdə. Mesela görürsünüz Urus bizim düşmənimizdir. Biz yüzdə düzdür qardaş kimi görsənir ama o Pyotr'un birin vəsiyyətnaməsi ilə gedir. O manyak xəstənin təbii bunda Allah yazıb qınamıram. Mən acı həqiqəti söyləyirəm. Onlar dünyada ilahi çar olmaq istəyirlər. Ona görə onu orada qırır, bunu burada qırır. Erməni də Ermənistan yaratmaq istəyir. Türkistan yaratmaq istəyir. Kürdistan yaratmaq istəyir. Bu deyir, necə deyirlər, ot köküsə bitər, erməndən törüyüb Kürdlər, elə onlar da onun kökündən gedirlər. Kürdistan, Türkistan. Xülasə ki, yer üzərində bütün insanların irgən əcdadı birdir, o da Azəridir. Bunlar hamısı boş cəfəngiyatdır, çalırlar, oynayırlar. Necə o İncildə deyir, biz sizə tütək çaldıq, oynamadınız, biz sizə nə bilim nə qandırdıq, anlamadınız. Bax budur həqiqət. İndi hamı oynayacaq və əslini tanıyacaqdır, kökünü, irgini tanıyacaqdır. Bu ona gedir. Bilmirəm nə demək istəyirdim. Demək istəyirdim ki, bu ermənidə olsaydı, yəni bax bu 29 gündür mən bağırıb çığırıram, gör bir dənə müsəlman oyanıb, bir Azəri xalqından bir xadim irəli gəlib deyirmi ki, ay qızım, ay anam, ay nənə, sən burada nə deyirsən, bu nə hikmətdir, bu hikməti hardan alırsan, necə anladırsan, görürsünüz qəflətdəsiniz. Hələ siz millət deyilsiniz. Amma bu ermənidə olsaydı, indi bütün dünya barbar bağırardı ki, Allah bizdə zuhur edib. Görürsünüz. Siz bunu dərk edə bilmirsiniz. Mən neyini? Balam, anam, bacım, oğlum, qızım, evladım, nəvəm və ya atam. Mən neyini? Bəxtiniz odur. Rəbbimdən diləyirəm ki, bəxtinizi o deyirmi ki, Nizami
Birisi söyledi cadu ve hile. Hintlidən baş verər, baxsan diqqətlə. O biri söylədi bəxti yatanlar ən sayıq cadını Babildən alar. Bax, siz bəxti yatanlarsınız. Rəbb sizi oyadacaqdır. O qədər. Bura geçək şehir dilinə. Məgər gizli qalarmı bir söz ki, nəğmə tək gəzə dillərdə? Hər yerdə Allah'tan söhbət gedir. Düşmən də məntiq axtar Hafiz kimi şeirdə. Bəli, Allah bu xarici millətlərdən birində zuhur etsəydi, indi bütün dünya bundan bağırardı. Amma bizimkilər hələ yatırlar. Laylay balam laylay burada deyilir. İndi yatın. Bir nigardır bu dünya. Saçları bəla yuvası. Min bir düğün vurup ürəklərə, o kıvrım saçlı. Verip zinət sənət gəlini özünə bu pərdədə ki, hər kəs onu ziyarət eyləsin can evində. Siz indi bunun bir də dinləyin və varın hikmətinə. Bir nigardır bu dünya. Saçları bəla yuvası. Yəni bu cəmaatın başına bəla açan üzüdür də bu. Mən düzdür, həqiqəti deyirəm acı. Amma mən ona görə də kimsəni qınamıram. Çünki hər kəsə bəlanı verən, yolundan azdıran, o deyir o, içindən nifrət oyadan, paxıllıq elətdirən. Mən indi xalama deyirdim ki, paxıldır. Mənim xalam indi yazıq neynəsin ki, Allah onu paxıl yaradıb. Mən onu qınayaraq demirəm ki. Mən onu qınayarak demirəm. Yəni insanlar birini deyirəm, belə xalalar mini var, belə qonşuların 2 milyonu var, belə insanların çoxdur. Mən sadəcə nümunə olaraq Allah Taala onu ortaya qoyub ki, və onları aparıb qəbirə qoyub ki, səsləri çıxmasın, mən burada rahat söz deyim. Sizə görə mən bütün nəslimi qəbirə qoyub. Buna görə də Sədi deyib. Xanımı bir təhər razı salmışam, Xaliqə şükür edə lazımı qədər. Gör nə qədər vardır onda lütfü kəramət, bəndə günah etmiş, o çəkir əziyyət. Mən sizin əziyyətinizi çəkmişəm. Mən sizə görə Allah Taala mənim bütün nəslimi aparıb qəbirstanlığa yığıb ki, bugün mən bu sirləri sizə izah edim. Mənimkilərin nə ki? Sizdən artıq onların günahı olmayıb. Sizdəki günah onlardan da çoxdur. Amma nümunə onlardan götürür. Ki sizi oyadsın. İndi mənim dərdimə bax. Siz oyanacaqsınız deyə mənim bütün nəslim gedib qəbirstanlıqda yatmalıdır. Mənim günümə diriyimə baxın. Mənim bəlama baxın. Mənim dərdimə, qəmimə və də bugünkü günümə baxın. 60 yaşında arvad, əlində telefon, 29 gündür bar bağırır, amma kimsə oyanmır. Mən mi oyadacağım? Mən kimim ki sizi oyadım? Zamanında oyadan özü oyadacaktır. Özünüz bilərsiniz. Bir nigardır bu dünya. Saçları bəla yuvası. Min bir düğün vurup ürəklərə o kıvrım saçlı. Verib zinət, sənət gəlini özünə bu pərdədə. Ki hər kəs ziyarət etsin onu can evində. Görün, insanları necə təliyə salıb, illərdir necə dombaldıq namaz qıldırır, illərdir necə Kəbəyə daşı sığallatdırıb öpdürür. Bunların hamısı nədən odur, mən heç kimi qınamıram. Heç Allah şükürü də qınamıram. O yaradan odur. Amma mən neyniyim ki, indi də bu danışan da odur, deyən də odur. Bunu mən mi dedim gəl mənim qəlbimə var və oradan bağır, çığır, sözünü belə anlat. Mənə lazımdırmı bu? Deyim, sonra da çul düşüm yerimə. Bu mənə lazım deyil, bu sizə lazımdır. Bu devrin tələbinə və insanların ehtiyacına görə lazımdır.
Ve Kur'an değil mi ki imtihan olunmuş kadın sizin yanınıza gelerken Allah'ın sihriyle, Allah'ın haberiyle siz onu imtihan edin. Var mı burada imtihan eden? Bunların sizin özünüz imtihan edilesisiniz hele. Hele uyanmazsınız. Bak böyle bu size, yani Allah onun imanına belettir. O sizin özünüze gerektir. Bu devrin hükmüne, insanların ihtiyacına göredir. Bu kadar. Çünkü bu kanlar yatsın artık. Bu düşmançılık götürülsün aradan. Top tüfekle sülh yaratmak olmaz. Sülhü yalnız sevgi ihlas edecektir. İnsanlık sevgisi. O kadar. Uzun yüzünün nuru ile zülfü çalıp din evini, gönüller bend olup kalıp o kıvrım saç tellerde. Yüzünün nuru ile zülfü çalıp din evini, yani çalıp da nur ile din evini çalıp gönüller bend olup kalıp o kıvrım saç tellerde, yani uğurlayıp din evini. Nuru ile din evini uğurladı. Yani kəppəni böyür üstə qoydu, kilsəni o biri böyür üstə qoydu, çaldı. Ki könüller bend olup kalsın o kıvrım saç tellerde, yani var qəlbinə, daxilinə, nuruna. Belə mi çıxır bunun mənası? Əzəl gündən xəlq edib xilqət o nigarı şirin. Əzəl gündən xəlq edib onu xilqət edib. Əzəl gündən xəlq edib xilqət o nigarı şirin. Xilqət xidmətdə anam məni xəlq edib. Belə çıxır da bu. Bizə bu dərdlər ilə naz etdi o rüxsarı şirin. Və yaxud bunu xəlq edən əzəldən xilqət xəlq edib rəbb deyək də, bilmirəm, burasını mən anlaya bilmədim. Bilmədiyim şeyi də sizə izah edə bilmərəm. O nə gələcək, onda da izah edəcəm. O qədər. Əzəl gündən xəlq edib xilqət o nigarı şirin. Bizə də dərdlər ilə naz etdi o rüxsarı şirin. Bəli də xalq yaradıb, bunu indi bu yazıçılara naz edir də ki, görüm nə çıxacaq, nə çıxmayacaq. Onu naz sözünü biz Şəhriyardan götürdük. Çoxları incimiş ki, sən onlara naz etmişsən, mən də inciyirəm ki, nazımı az etmişsən. Yəni çox kitabları kənara atmışsan və mənə də biraz dərindən baxmamısan. Mən də buna küskünəm, niyə nazımı az etmişsən? İndi bu görək bu nə deyir? Bənd etmişəm. Əzəl gündən xəlq edib xilqət o nigarı şirin, bizə bu dərdlər ilə naz etdi rüxsarı şirin. Aradakı vuruşurdum, yəni deyirdim əl çək məndən, yəqin ki bu ona istinad edir, elə indi də deyirəm, ay fələk, əl çək də məndən, əl çək məndən, öldüm axı mən, yazıq deyiləmmi mən, yazıq deyilmi mənə? Bu qədər insan mı danışar? Az qalır artıq çənəm çıxa yerində. Bax bunu deyir, bizə də dərdlər ilə naz etdi o rüxsarı şirin. Bənd etmişəm o günəşi ahu kimi şeirimdə, qara telli bir hökmüdardır, onun hər sözü şirin. Hafizəm, təbim bəzənmək istər mənim də gəlin kimi. Ki məqsəddən uzaq olmasın, mərdi kamildə. Məni də gəlin kimi, yəni ruh nə erkəkdir, nə dişi. O da gördünüz, Hafiz burada döndü, oldu dişi, gəlin kimi. Gözümün ustadı Babil sehridir. Əfsunlar ustadı Nazlı Pəridir. O zülf ki sallanıb şux gərdəninə, Hafizin şeirinin oynaq yeridir. Düz İncil'de deyir. Babil fahişələrin, çirkinliklərin anasıdır. Fahişəlik də tək ilə özünü, canını nə satmaq, nə çölə atmaq deyil ki. Kişidə də, arvadda da dil zinası, göz zinası, həya zinası, oturuş zinası, davranış zinası,
Endamını oturup çölə qoymaq zinası. Bunlar hamısı zinadır. Mən İradə Tunçay'dan danışdım mı dedim, bu bizim xanım, sən xanımsan, əsilzadəsən, sən ağır bir nəsildən gəlirsən və də oturuşuna diqqət etmirsən. Bax, bu da zinadır. Bax, Zirəddini efirə Lider kanalında qonaq edən xanımın da oturuşu zinadır. Mən demirəm o zinakardır. Mən deyirəm o oturuş zinadır. Mən bunu görün. Ha vaxt anamın dilindən eşitmişəm. Ta körpəlikdən evdə. Bəlkə də indi sonralar da. Ki elə o təbii ki fahişə demirdi, qığınan deyirdi. İndi o qız sözü nəsə mənə biraz ağır gəlir, uzaq gəlir, ona görə elə kitabı dildən fahişə danışıram. Hər kəs bunu, kişilər də danışır. Deyirəm, elmi dildə bu varsa deməli danışılmalıdır. Bunu mən çıxartmamışam, evimizdə pişməyib, qonşudan gəlməyib. Bu tarixin sinəsindən götürüb demişəm. O deyil, o günü Balabəyli kim idi? Faiq Balabəyli. O fahişəni çəkib qoymuşdu. Açıq aydında jurnalisti fahişə sözünü dilində əzbər belə danışırdı. Deməli, bunu danışmaq olar, mən də danışdım. Yəni, izah etmək üçün ayrı addiyəsi deyiləm ki, fahişəyə fahişə deyiləcəklər də. Amma fahişəlik də var ki, o yalnız can satmaq işindən deyil, bedava canını paylamaq işindən deyil, oturuşunla da bilinir, duruşunla da bilinir, sözünlə də bilinir, gülüşünlə də bəzən bir də görürsən ki, qadın var ki, gülüşü, bax burada gülür, Gülüstanın məsələ, yəni hansı başında eşidir, bax bu da zinadır, bu da qadın gülər. Demirəm, mən də gülməyi, deməyi sevirəm, amma hər şeyin öz qaydası var da. Sənin səsini ellər eşitsin, bunun özü də zinadır. Bax, anam bunu deyirdi və kitablardan da oxudum. Bax, bunları da görə bunu mən belə izah etdim. Təbii ki, kitabda bir var dil zinası, bir də var göz zinası. Qol belə gedir, biz zinada bunu açıqlayacağıq. Amma mən anamın, yəni sözü ilə və də bax burada oturuşlarla, duruşlarla bunu da cəmləşdirirəm və bu fikirlərə əlavə edirəm ki, bəli, oturuş zinası var, davranış zinası var, ondanca gülüş zinası var, çoxdur. Bax, bunlar hamısı ayıbdır, şəriətimizə uyğun deyil. Mən demirəm ki, çadralanın. Mən demirəm ki, sinənizi bağlayın. Mən demirəm başınızı örtün, dizinizi aşağı salın, hər şey giyinin. Amma özünüzə diqqət yetirin. Oturuşunuza. Gödək giyinibsənsə, sən ayağını yığmalısan. Mən heç gödək baxma, oturuşa da pis baxmıram. Yəni giyiminə pis baxmıram. Çünki giyin insanın qəlbini göstərməz. Mən o giyimi giyin. Amma oturuşuna diqqət yetir. Ortamı cəmaata göstərmə. Bunu mən deməyim, o deməsin, bu deməsin. Nətər olur, siz hamıya lağ eləyə bilirsiniz və efirdə özünüzü hər şəkilə sala bilirsiniz. Sizdən deyilməyəcək, bəli, sizdən də deyiləcək və hər kəs bitdə belə səhvi üzə gətirilib, adı da söyləniləcək. Təbii ki, mən sənin adını bilmirəm, bilsəm adını da deyərəm. Mən efirə vapşə baxmıram. Bax, burada sən gözümə dəydin. Xəbərlərdə keçəndə elə gördüm və də getdim YouTube-dən səni çıxartdım, getirdim. O qədər. Səninlə mənim qəsdi qarastığım yoxdur, qızım. Amma özünə diqqət etsən, belə də rüsvay edilməzdir. Oturanda oturuşunuza diqqət edin. Danışanda danışığınıza diqqət edin. Hər nə gəldi dilinizə alıb efirdən söyləməyin. Bu, yeniyetmələrin o necə deyirləri, o formalaşmasına zərər yetirir. Bundan da yeniyetmələr o ki, yetkin yaşa gəlib çatmağa zərər verir, ona görə də dünya pozulub gedir. Belə ərə gedəndə deyir ki, bir oynacım olsun, məni yaxşı saxlasın. Bax, sizin bu əməllərinizdən doğru. Özünüzü yığışdırın. Bu qədər. Bəli. Harada qaldıq biz? Biz başlayıq, birini qutardıq. Hafizin şeirinin oynak yeridir. Biz Babildən danışdıq və artıq bilirik ki, Babil Gəncənin qədim adıdır. O İncildən bir də dönəcək o söhbətlərə, bir də Qurana dönəcək o söhbətlərə. Sadəcə biz hələ şeir dilindəyik, bunu unutmayaq.
Biz hacılardan qabaq biz burada açdıq, Qaradaşı nəzərdən keçirdik ki, Qaradaş susur, hələ heç də demir, qəmdən artıq əriyib, qapqara rəngi qaralıb, amma insanlar onu öpməkdən hələ zövqdən doymayıblar. Elə gedir, bir öpür, bir də öpür, 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 amma heç sehrindən bir demir ki, ay daş, mən sən niyə öpürəm? Daşdan səs çıxmır, utandığından qapqara qaralıb. Bunu şeyxi, İslam Allah Şükür Paşazadə o gün göstərdiyim balaca kitabın birində, yəqin o kopit deyib onu, o kitab gözümə dəymir, tapa bilmirəm. Yəqin elə o da onu kopit deyibdi. Həmin bu yəqin birincidir, o da onu kopit deyib, oradan da biraz pul qazanıb. Bilmirəm, o kitab hələ gözümə dəymir. Mən onu tapıb baxacağım, görüm hansından qabaq yazılıb. Mən onu çünki əlimə alanda 2 dənə gəldi mənim evimə. Biri Kübra xanımın evindən gətirmişdim. Birini də burada Simagil'in evindən gətirmişdim. 2 kitab gətirmişdim mən. O haqda niyə bilmirdim. Dedim bunu mən neynirəm 2 dənə. Görünür elə orada da nəsə yamaq var. Ona görə o mənim evimə 2 dənə gəlib. İndi hava açaram. Mən onu sizə göstərərəm. Belə. Biz bu məmləkət içrə bəxtimizi etdik imtihan. Yəni bu şairlər bəxtlərini imtihan ediblər. Əfsus ki, yazılmayıb bu məmləkət haqda açıq bir fərman. Heç arada bu haqda açıq yazılmayıb. Nizami də bunu, təbii ki, hələ ora əlavə olunmayıb, Əcəmi ləqəbi ilə gizlədib. Ərəblərin deyir qorxusundan, Əcəmi vahiməsindən, Əcəmi ləqəbi ilə mən bunu gizlətdim. Yəni, bax, bu xalqın kötüyünü gizlədibdir, onu qapı döyülür söhbətin dalına.